Davam etdirir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam edir. Bugün Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə qayıdış gerçəkləşib. Bu mərhələdə kəndə 20 ailə, 72 sakinin qayıdışı reallaşıb və Həsənrizə sakinlərin qayıdışı davam etdirilir. Aprel ayının sonunadək bura daha 40 ailənin köçürüləcəyi planlaşdırılır. Qeyd edim ki, bugün də daxil olmaqla kəndi ümumilikdə 70 ailə, 238 nəfərin qayıdışı təmin olunub. Bugün Ağdərə rayonuna qayıdışdı. Bərdər rayonundan özüm doğma yurduma qayıdıram. Allah bizim şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı, prezidentimizə can sağlığı, ordusu ilə bir yerdə. Yəni bugün Ağdərəyə qayıdış həyəcanı içindədir. Ağdərə cəmaatı, Ağdərəyə qayıdışdı. Allah hamıya qismət eləsin. Öz təşəkkürümü bildirirəm prezidentimizə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı arzu eləyirəm. Öz nəvəmlə, oğlumla, anamla öz vətənimizə qayıdırıq. Təşəkkür eləyirəm. Böyük qayıdışımızın istənilən mərhələsi məhz belə. Ali Baş Komandana, onun gücünü dünyaya nümayiş etdirmiş ordusuna, canını Azərbaycan uğrunda fəda etmiş şəhidlərinə, öz bütövlüyünü, ölkənin bütövlüyünə, suverenliyinə qurban vermiş oğullarına təşəkkürlə başlayır. Aprelin 11-i dilində alqış, qəlbində sevinç, böyük ruh yüksəkliyi ilə böyük qayıdışın Həsənriz mərhələsi yenidən gerçəkləşib. Ağdərə rayonunun yeni qurulan Həsənriz kəndi növbəti dəfə sakinlərini qəbul edib. Həsənriz kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir. Bu mərhələdə Həsənriz kəndi 20 ailədən ibarət 72 sakinini qarşılayıb. Gənc yaşlarında məcburi buranı tərk etmiş qız gəlinini, oğullarını yanı nəvəli görmək onun simasında da əks olunub. Amma dağlar qoynunda, yaşıllıqlar arasında tutqun havası ilə yeni həyata qədəm qoyan sakinləri ilə o da sabaha ümidlidir. Qarabağın hər bir qarışı kimi Həsənriz də övladlarının isti nəfəsi ilə yenidən həyat qazanır. Qozlu körpü ilə belə pırlandım, mən gələndə bu üzlə gəldim, qəsdən baxa-baxa gəldim. Sanki bugünkü günü təbiət donub bizi gözləyirdi. Düzü istərdim bura qardaşlarımla gəlim, amma gələ bilmədim. Şükür bu günə. Birinci Qarabağ müharibəsi iştirakçıyam, 4 il 7 ayda mən xidmət eləmişim. Allah yenə deyirəm, təsəvvür eləyə bilmirəm, istəyimi izah eləyə bilmirəm. İstərimi izah eləməyə çətinlik çəkirəm. Şükür Allaha, bugünkü günə min şükür. Prezidentimiz İlham Əliyevin sayəsində torpaqlarımız da işğaldan azad olunub. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah ordumuzu qorusun. Sevinirəm, fəxr edirəm ki, cavankən getmişəm, qocakən gələm, indi çox şükür. Həsənrizə çatan ailələrə yeni mənzillərinin açarları da təqdim edilib. Mərasimdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdışa dair birinci dövlət proqramı çərçivəsində Ağdərə rayonunun Həsənriz kəndinə bir müddətdir ki, mərhələli şəkildə köç davam edir. Bugün də daxil olmaqla kəndə 70 ailə, 238 nəfər köçürülüb. Aprel ayının sonuna dək daha 40 ailə də köçürüləcək. Kənddə yenidən qurma, tikinti və bərpa işləri isə davam edir. Həsənriz kəndində bütün sosial və kommunal xidmətlər yenidən qurulub, kənd fasiləsiz olaraq elektrik enerjisi, içməli su və təbii qazla təmin olunub. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 mindən çox insan yaşayır.